Salam, kanalıma və videoma xoş gəldiniz. Necəsiz uşaqlar və dostlar? Ümid edirəm ki, yaxşısınız. Bu arada uşaqlar, demək istəyirəm ki, bugünkü dərsimiz səhifə 163-də olan elektron kitab mətnidir. Uşaqlar, indi mən bu mövzunu sizə izah edəcəm, amma qısaca xatırlatmaq istəyirəm ki, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Çünki bu həqiqətən çox önəmlidir. Bu arada 65 abunəyə görə də hər birinizə çox təşəkkür edirəm. Abunə olmayanlar da abunə olsa sevinərəm. Bilirsiniz ki, mən mətni oxumuram. Ona görə də çox uzatmadan tapşırıq birdən başlayaq. Aha. Deyir ki, elektron kitabxana yaratsa idiniz. Ora ilk növbə hansı kitabları yerləşdirərdiniz? Onların qovluqları üzrə təsnifatını necə tərtib edərdiniz? Bu uşaqlar sizin öz fikrinizdir. Yəni bunu mən sizin öz öhdənizə buraxıram. Çünki hər kəsin fikri başqadır. Ona görə də bunu siz özünüz yazmalısınız. Daha sonra söz ehtiyatı tapşırıq 2. Deyir ki, notebook, yaddaş kartı, format, multimedia, audio sözlərini kontekstə görə izah edir. Deməli, notebook sözünün mənası daşına bilən kiçik kompüter, yaddaş kartı sözünün mənası məlumatı saxlamaq üçün kiçik yaddaş cihazı. Sonra format sözünün mənası uşaqlar telefonda, yəni cihazdakı bütün məlumatları silmək. Multimedia sözünün mənası səs, şəkil, video kimi məlumatların bircə istifadəsi. Audio sözünün mənası da səs və ya səs faylı. Sonra tapşırıq 3. Tapşırıq 3-də deyir ki, düşün və cavab ver. Görək nə deyir. Deyir ki, sizcə tədris materiallarını... üzr istəyirəm. Deyir ki, sizcə tədris materiallarının elektron formatda təqdimatının hansı üstünlükləri ola bilər? Yaza bilərsiniz ki, cavab olaraq harasa gedəndə kitabları özümüzlə apara bilmiriksə, bu zaman bizə kömək olur. Sonra tapşırıq 4. Kağız və elektron kitabların bir-biri ilə müqayisədə üstünlükləri barədə daha nə deyə bilərsiniz? 4-cüyə cavab olaraq yaza bilərsiniz ki, uşaqlar, elektron kitabları daşımaq rahatdır. Lakin kağızdan olan kitablar daha rahat istifadə etmək olur. Yəni məncə, mənim fikrimcə belə yaza bilərsiniz. Sonra 5-ci. Deyir ki, altına xətt çəkilmiş cümlədə modal sözü elə dəyişin ki, oxucu müəllimin Azərdən tam razı qaldığı qənaətinə gəlsin. Altına xətt çəkilmiş söz. Aha. Yəqin ki, bu sözdə, yəni çünki başqa yoxdur. Hə. Deyir ki, ayda, belə niyə olur bu telefon? Aha, uşaqlar, elə həmin o yeri işarələdim. Deyir ki, Məqsud müəllim kartı notebooka taxıb, orada yerləşdirmiş, kitabların kataloqunu nəzərdən keçirdi. Deyəsən, şagirdindən razı qaldım. Afərin oğlum, sən çox ağıllı iş görmüsən. Burada da deyir, altına xətt çəkilmiş elə o sözü, belə deyək, modal sözü ilə dəyiş ki, oxucu müəllimin Azərdən tam razı qaldığına qənaət gətirsin. Deməli, siz yaza bilərsiniz ki, doğrudan da, yəni burada görmürsünüz, uşaqlar yazılıb kitabların kataloqunu nəzərdən keçirdi. Deyəsən yox, doğrudan da, sonra həqiqətən də şəksiz şagirdindən razı qaldı. Belə. Yəni doğrudan da, həqiqətən şəksiz. Bu 3 dənə dediyim sözlərdən birini yazarsınız. Sonra 6-cıda göy rənglə verilmiş sözün hansı nitq hissəsində olduğunu müəyyənləşdirin və sinonimi ilə əvəz edin. Göy rənglə verilmiş söz. Aha. Afərin oğlum, afərin sözüdür. Uşaqlar, afərin sözü nidadır. Yəni, afərin sözün sinonimi isə əhsəndir. Yəni, əhsən sözü ilə əvəz etmək olar. Sonra tapşırıq 7. Deyir ki, axı əşyaları da götürmək vacibidir cümləsində ədatı aşağıda verilmiş ədatlardan hansı ilə əvəz etmək olar? Deməli, gəlin bu 4 dənə variantdan həmin o cümləni oxuyaq, görək uyğundurmu, uyğun deyilmi? Birinci məhz sözü. Məhz.
Məhz əşyaları da götürmək vacibidir. Burada qətiyyən olmaz. Yəni heç uyğun deyil sözə. Sonra ancaq sözü var. Ancaq əşyalar da götürmək vacibidir. Burada da elə lazım deyil. Məgər əşyaları da götürmək vacibidir. Burada bəli. Bəli sözündə bəli əşyaları da götürmək vacibidir. Deməli burada düzgün variantımız uşaqlar məgərdir. Yəni C variantı. Yəni burada sual cümləsi yaranacaq. Yəni məgər əşyaları da götürmək vacibidir. Gördünüz, sual yarandı. Aha. Sonra 8-də deyir ki, mən ona demişdim ki, hamını öz arşını ilə ölçməlisən cümləsində ki bağlayıcısı mən əvəzliyindən sonra işlənirsə, hansı qrammatik məna dəyişikliyi yaranar? Yaza bilərsiniz ki, əgər əvəzliyindən sonra ki işlənsə, ədət olar. Belə. Daha sonra 8-də dediyimizə görə, indi isə tapşırıq 9. 9-a da baxaq. Deyir ki, durğu işarələrini artırıb cümlələri köçürün. 1. Əgər inkişaf yoxdursa, deməli durğunluq gözlənilir. Seneca. Baxın uşaqlar, birincidə yoxdursa vergül, deməli vergül. Baxın, əgər inkişaf yoxdursa vergül, deməli yenə vergül, durğunluq gözlənilir, nöqtə, belə. Yoxdursa vergül, deməli vergül. Sonra 2. Bəli, kommersiyada dostluq yoxdur. Burada bəli vergül olacaq. Bəli vergül, kommersiyada dostluq yoxdur. 3-də. Axı mən həmişə deyirdim ki, bu əla ideyadır. Axı mən həmişə deyirdim ki, vergül qoyulacaq. Bu əla ideyadır. Nöqtə. Yəni, axı mən deyirdim ki, vergül bu əla ideyadır. 4-də. Bağışlayın, vallah, mən səhv etmişəm. Bağışlayın, vergül, vallah, vergül, mən səhv etmişəm, nöqtə. Əgər eksperiment baş tutmayıbsa, deməli nəsə qaydasında deyil. Deməli tutmayıbsa vergül, deməli yenə vergül. Sonra 6-da kim ki öyrətməyi bacarır, o da idarə edir. Bacarırdan sonra vergül. Qısaca deyim də sizə. Baxın, birincidə yoxdursa vergül, deməli vergül. İkincidə bəli vergül. Üçüncüdə deyirdim ki vergül. Dördüncüdə bağışlayın vergül, vallah vergül. 5-də tutmayıbsa vergül, deməli vergül. 6-da bacarır vergül. Belə. Uşaqlar, gördüyünüz kimi artıq biz 7-ci sinifi bitiririk. Yəni bir mövzumuz qaldı. O da ümumiləşdirici təkrar. İnşallah, Allah qoysa onu da keçirəm və 7-ci sinifi artıq biz bitiririk. Sonra da inşallah 8-ci sinif Azərbaycan dili izah edəcəm belə kitabların. Həm tapşırıqları, həm qaydaları. Nəsə, çox uzatmadan deyirəm ki, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olub videonu bəyənməyi qətiyyən unutmayın. Sağ olun, salamat qalın.